Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi kanalımda. Bugün mən sizinlə çox dadlı, ləzzətli milli şirniyyatımız olan paxlavanın hazırlama qaydasını sizlərlə paylaşacağım. Bunun üçün ilk öncə biz şərbətini hazırlayırıq. 2 stəkan su götürmüşəm. İçərisinə 3 stəkan şəkər tozu əlavə edirəm və ocağın üzərində 5-10 dəqiqə asta xodda qaynadıram. 5 dəqiqə qaynadıqdan sonra içərisinə 1 limonu 4 yerə bölüb bir hissəsini əlavə edirəm və qoyuram 2 dəqiqə qaynasın. Daha sonra ocağın altını söndürürəm və qoyuram soyunmağa. Xəmiri yoğurmaq üçün ərzaqlar götürmüşəm. Açıqlama qismində qeyd edəcəm. Öncədən ləpəni ağartmışam. Mən burada qoz ləpəsindən istifadə edəcəm. İndi isə gəlin keçək xəmirimizi yoğurmağa. İlk öncə stəkan yarım isti süd götürürük. Xəmiri yoğuracağımız qabın içərisinə əlavə edirik. Üzərindən bir dolu olmayan xörək qaşığı şəkər tozu, bir dolu olmayan çay qaşığı maya əlavə edirik. Onları yaxşıca qarışdırırıq. 5 dəqiqə gözlədikdən sonra içərisinə mən burada 2 yumurta götürmüşəm. Birinin sarısını üzəri üçün ayırmışam. Qalanını qabın içərisinə əlavə edirik. Daha sonra içərisinə 200 qram əridilmiş kərə yağı əlavə edirəm. Siz marqarin yağından da istifadə edə bilərsiniz. Onları qarışdırıram. İçərisinə bir paket vanilin, çay qaşığının ucunda duz, un əlavə edib duzu onun üzərindən əlavə edəcəyik. Daha sonra üzərinə unu əlavə edib normal yumuşaqlıqda xəmir yoğuracağıq. Xəmir üçün 6 stəkan dolu undan istifadə etdim. Unun miqdarı keyfiyyətinə görə dəyişə bilər. Daha sonra dəzgahın üzərinə un səpirik və xəmiri dəzgahın üzərinə əlavə edib 12 kündəyə ayırırıq. 2 kündə böyük olmaq şərti ilə alt-üst hissəsinə gedəcək kündələri böyük edirik. Qeyd edim ki, mən istifadə etdiyim soba distinin ölçüsü 38-40 santimetrdir. Soba listinə əlavə etdiyim yuxanın üzərini yağlayırıq. İçlik əlavə etmədən yenidən nəzik bir yuxa yayıb üzərinə əlavə edirik. On 12 ədəd kündənin 12'sini də bu formada açıb, üzərinə yağ əlavə edib, daha sonra üzərinə içlik əlavə edib, qat-qat yığacaq. Qeyd edim ki, mən buradan yağdan çox istifadə etmədim. Çünki sonda bişirəcəyimiz zaman
İçərisinə 200 ml stəkanla 1 stəkan yağ əlavə edəcəm. Yuxaların açılma qaydasını bir-bir çəkib göstərmədiyim ki, video çox uzun olmasın. Bu artıq sonuncu yuxadır, üzəri üçün əlavə edəcəyimiz yuxa. Qeyd edim ki, sonuncu yuxanın soba listinə əlavə etdikdə öncəki yuxanın üzərinə içlik əlavə etmirik. Paxlavanın xəttkeş vasitəsilə romb formasında kəsirik. Üzərinə çəkmək üçün ayırdığım bir yumurtanın sarısının içərisinə bir xörək qaşıq süd əlavə edib qarışdırıb paxlavanın üzərinə çəkirik. Üzərinə qoz ləpələri düzüb, öncədən 160 dərəcədə alt-üst rejimində qızdırılmış sobada bişməyə qoyuruq. Üzəri azacıq qızarana kimi bişiririk. Sonra götürüb bu formada kəsib 1 stəkan yağı, 200 ml yağı üzərinə əlavə edib daha sonra tam bişməyə qoyuruq. Paxlava tam bişib, üzəri qızardıqdan sonra sobadan çıxardırıq. Üzərinə soyuq şərbəti əlavə edirik və qoyuruq şərbəti canına çəksin. Əgər siz paxlavanı şərbətli sevirsinizsə, bu zaman şərbəti hazırlayarkən 1 stəkan şəkər tozu və yarım stəkan suyu artıq əlavə edə bilərsiniz. Artıq paxlavamız hazırdır. Çox dadlı, ləzzətli, ağızda olan milli şirniyyatımız paxlava alındı. Siz də buyurub bu üsulla hazırlaya bilərsiniz. Əminəm ki, çox bəyənəcəksiniz. Hazırlayan hər kəsə nuş olsun. Əgər hazırlasanız, bəyənsəniz kanalıma abunə olmağı, like atıb mənə dəstək olmağı, şərhlərdə dəstəyinizi bildirməyi unutmayın.